şəkilləri qoymuşam. Polis mitingdə arvadı həbs edir. Arxadan əllərini soxub döşlərini tutur. Ay balam, bunun əlin tutmazdı. Mən də göstərirəm, orada danışıram. Verirəm o video lap kanalda qoyarsın. Danışıram, göstərirəm. Bu Sən mənə də adam apasını video zadı verərsən kanalımızı zadımızı bağlayarlar da yatırmışıq. yo, çılpaq deyil, şeydir, paltarlandır. Deyirəm ki, bu adam anası ilə də belə görüşür. Adam anası ilə görüşə bilər. Amma da arxadan anasını tutub döşlərini sıxmır salam verəndə. Bacısı ilə belə görüşür, qardaşı arvadı ilə, qızı ilə, gəlini ilə. Valla deyirəm, gəlini ilə yatmaq istəyir, oğlunu öldürür. Bunlardan nə düşən gözləmək olar. O Molla Nəsrəddin bir dəfə eşeği satır. Bunlar da inanırlar da, molladır, dindar adamdır da. Gəldi ki, molla. Bəs eşeğin nə problemi vardı ki, deyir heç nə. Yük daşıya bilir, ha. Deyir, yük daşıyır, nağı da vursan aparır, belə falan. Bir pis işi yoxdur, deyir, pis iş deyir ki, sən eşeği nə üçün alsan, yük daşıma, yük daşıyır. Deyir, nə problemi var, deyir, mən sənin onsuz da alırım. Deyir, heç bir problemi yoxdur. Bir daha uğraşdı. Deyir, ay molla, mən buna qız vermirəm, qız almıram. Onun, deyir, başqa heç nə yoxdur. Deyir, yaxşı, kişi daha eşeği alır, qalan pula da bir ay evə çörək pişirmək üçün bir kisə un alır, vurur eşeğin belinə, aparır. Yolda gedəndə eşek çaydan keçəndə yıxılır arxası üstə suyun içinə başlayır ağlamağa. Un olur xəmir. Bu da rayona aparanca quruyacaq, daş kimi olacaq. Bu neyniyəcək o? Heç nə oldu da qayda dedim, Allah, ayıb olsun sən. Sən niyə demədin ki, eşek sudan keçəndə düşür suya ağrıyır? Deyir, dedim də sənə, deyir, valla deməmsən. Deyir, sənə demədim oğraş deyir. Deyir, aya priçomdur dedi, bunun nə dəxli? Deyir, oğraşdan nə düşən gözləmək olar? Nə düşən gözləmək olar? İndi bizim hakimiyyət, bizi idarə edənlər, bugün bizi idarə edənlər oğraş adamlar. Çünki o videonun qabağını ala bilmirlər, milləti qırğına verirlər. Çünki onlar bilir ki, dava başlanmasa videoları part-apart verəcəklər. Part-apart verəcəklər. O videonu paylayacaqlar və daha belə sındıracaqlar. Mənim Dubayda bu dəqiqə İsrail var, dostum da biznes partnyorumdur. İlhamın seçilməsinə 60-70 milyon pul bırak. Deyir, qardaş, adamı deməm. Torbasını tikdin İsrail'in. İsrail heç nə eləməyəcəklər ona, onun da krişası var. İlhamdan böyük krişası var. Deyir, qardaş, deyir, ama sən bilmirdin İlham qurulmuş bu devlətin başçısı oğru deyil. Deyir, oğruya mən salam verirəm. Mən oğraşa salam vermərəm. Mən o videonu görəndən sonra videoları attı mənə. O Alona'nın videolarını attı mənə. Qabildən qabaq atıb. Attı mənə, baxdım videoya, deyirəm, bəs mənə söz veriblər, atacaqlar, deyir, mən də görürüm. Mən deyir, sən bilirsən ki, Ərəb Əmirliyində nə qədər sındı bu videoyla? Deyir, mən rəhbərliyə göstədirəm bunu. Onun şeydə Ərəb şeyi var da, vətəndaşlığı. Deyir, mən göstədirəm bunlara. Ki, baxın ha, bu adamın sözünə inanmaq olmaz ha. Bu adam gəlinə sahib çıxa bilir, ailəsinə sahib çıxa bilir. Buna inanmaq olmaz ha. Bunu deyir, bunlara deyirəm, çünki deyir, mənə deyir, dayaq duran əmirlərdir burada, şeyxlərdir. Niyə? Çörəyimi onlar verir, halallıqla milyon qazanırım. Niyə mən İlhamın tərəfini tutmalıyam? Bir halda ki, İlham mənim obyektlərimi alıb, torpaqlarımı alıb. Adamı 200 neçə gün həbs ediblər. Niyə görə? Qol çək, torpaq sahələri bizə lazımdır. İpək yolunun bütün torpaqlarını alıb. İpək yolunun torpağı. Bunlar da buna tutub sıxıblar, qaçıb Bakıdan oturub Dubayda. Tüy qardaş, mən oğruya salam verirəm, oğraşa yox. Mən detektordan keçməyə razıyam. Mənim şey deyirəm, mən nəsə deyirəmsə, adamdan icazə alıram, deyim bunu efirdə, deyir. Nə qədər adam mənə zəy vurur, adını çəkirəm, yox. Deyir, demə, deyirəm, səsli zəy vurur, deyir, qorxuram, səsimi yazarlar, aparatla yoxlayırlar, deyir, polislər deyir ki, səsinizi yoxlayırıq. Deyirəm, ha, bizə nə qədər adam zəy vurur. Sən nə soruşursan? Özdə soruşduğu nədir? Yuxuda gördüyüm yuxunu yoza bilərsən.
Bu sözü adam qorxur deməyə.